Deyir, Allaha dua eləyirsiniz ha. Dua eləyəndə himmətiniz, arzunuz, istəyiniz böyük olsun. Böyük şeylər istəyin Allahdan. Xırda şeylər də istəyin. Amma xırda şeyləri istəməkdə ilişib qalmayın. Çox böyük şeylər istəyin. Nə istəyək Allahdan? Deyir, indi bir ayə var Qur'an-ı Kərimdə, Furqan 74. 74-də möminin duasından danışır. Sən həmişə möminin duasını Qur'an-ı Kərimdə biz qunutlarda oxumuşuq ki, Rəbbənə atina fid-dünya həsənə və fil-axirəti həsənə. Bu gözəl duadır. Rəbbənə la tuzigh qulubana ba'də iz hədəytana. Ürəklərimizi hidayət eləyəndən sonra Allah döndərmə əyri yola. Gözəl duadır. Amma bir dənə dua var Qur'an-ı Kərimdə, Furqan 74-də. Baxırsan ki, bu duanı eləyən möminlər, bu möminin iştahası nə boyda böyüdür. Nə boyda böyüdür. Elə bil ki, 3 nəfər dayanıb. Biri Rəbbənə atina fid-dünya həsənəni oxuyur. Biri Rəbbənə la tuzigh qulubənanı oxuyur. Mənalarını dedim. Biri amma bunu oxuyur. Rəbbənə həblənə min əzvacina və zürriyyətina qurrətə a'yunin vəc'alna lil-muttəqinə imama. Söz buradadır. İlahi, bizim ailələrimizi, bizim nəslimizi gözümüzün nuru qərar verir. Möminlərin duaları budur. İlahi, elə bir əta elə bizə, ailə, övlad, nəsil əta elə ki, onlar bizim gözümüzün nuru olsun. Gözümüzün nuru bilirsən nə? Öz dilimizdirsə, ilahi, nəslimizdə, övladlarımızda günahkar qərar vermə. Əhl-i beyt düşməni qərar vermə. Bu ayənin açıqlaması belə. Söz buradadır ya. Sonra deyir ki, vəcəalna lil-muttəqinə imama. İlahi, səndən istəyirəm ki, məni təqvalı insanlara rəhbər qərar verəsən. Demir ha, ilahi, məni təqvalı insanlardan qərar verəsən. Deyir, təqvalıların rəhbəri qərar verəsən. Yəni, insan balaca şey istəməd. Elə təqvalı olmaqla kifayətlənmə, sən təqvalılara rəhbər olmağa layiq bir varlıqsan. Özünü çox kiçiltmə, dualarında iştahın, niyyətin böyük olsun. Çox böyük şeylər istə. İstə ki, sən möminlərin rəhbəri olasın. Təqva, yox, məndən çıxmaz.